İndi isə daha ətraflı. Bugün Azərbaycanda təxminən 120 Özbəkistan İnvestisiyalı Kommersiya Təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində deyib. Azərbaycanla Özbəkistan arasında ticarətin sürətli templə inkişaf etdiyini deyən dövlət başçısı 2024-cü ildə əmtəyə dövriyyəsinin 252 milyon ABŞ dolları təşkil etdiyini və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 87,5% artaraq 319 milyon ABŞ dollarına çatdığını bildirib. Prezident həmçinin qeyd edib ki, bu günədək Özbəkistan-Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan-Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya şirkəti yaradılıb.